İnsanın ümumiyyətlə Quran buyurur iki düşməni var. Əsas iki düşməni var. Onlardan biri şeytandır, biri də nəfsi əmmarədir. İnsanın içində olan nəfsdir. Quran buyurur, o sizə açıq, aşkar bir düşməndir. Bu yandan da nəfsi əmmarəni düşmən kimi tanıtdırır. Amma görək bu iki düşməndən hansı daha qorxulu düşməndir insan üçün? Şeytan daha qorxuludur yoxsa nəfs? Quran bu suala cavab verir. Bir yerdə buyurur ki, şeytanın hiləsi çox zəifdir. Şeytanın gücü yoxdur. Şeytan acizdir. O qədər də güclü düşmən deyil. Amma nəfs haqqında danışanda buyurur, həqiqətən nəfs insanı pisliklərə dəvət eləyir. Ancaq Allahın rəhm elədiyi kəslərdən başqa. Məlum olur ki, nəfslə mübarizə ağır məsələdir. Nəfs güclü düşməndir. Çünki buyurur, Allahın rəhm elədiyi insanlardan başqa heç kəs nəfsə qələbə çala bilməz. Nəfslə mübarizə meydanında insan təkbətək qalarsa nəfslə heç zaman qələbə çala bilməz. Hökmən Allahın yardımı olmalıdır insana. Allahın dəstəyi olmalıdır. Allah rəhm eləməsə, nəfsə heç cür qələbə çalmaq mümkün olmaz. Allah buyurur ki, nəfs pisliyə əmr eləyir, demir namaz qılanlardan başqa. Demir oruç tutanlardan başqa, gecə namazı qılanlardan başqa. Deyir ki, Allahın rəhm elədiyi adamlardan başqa. Nəfsə hamı məğlub olur. Çünki ola bilərsən gecə durasan, ibadət eləyəsən, göz yaşı axıdasan, amma nəfs səni vəsvəsə ilə ki, gör mən nə yaxşı insanam. Cəmaat yuxuda ola, mən göz yaşı tökürəm. İnsan bəzən ibadətlə yoldan çıxır. İbadət eləyir, özündən razı olur, onunla da həlak olur. Nəfs elə bil təhlükəli düşməndir ki, onu öz başına buraxarsan, bilirsən hara qədər qalxar, Allahlıq eləyər sənə. O Allah olar, sən ona bəndə olarsan. Quran buyurur Peyğəmbərə, gördün o şəxsi ki, öz nəfsini özünə Allah qərar verir, nəfs əmr eləyir, o da ona itaət eləyir. Hədis buyurur, ən ağır düşmənin qıraqdadır, sənin içindədir, evin içində, ruhun, qəlbin içində, o da sənin nəfsindir. Və axır bir hədis oxuyub İmam Sadiq əleyhissalamdan sözümü tamamlayıram. Buyurur İmam Sadiq, xoş o bəndənin halına ki, nəfsi ilə mübarizə aparır, nəfsindən cihada girir. Əgər nəfsinə ağlı qələbə çala bilsə, Allahın razılığına çatıb, Allahın razılığını qazanıb. Ondan sonra yolunu buyurur. Necə yolla biz nəfsimizə qələbə çala bilərik? Buyurur, birincisi çalışmaqla. Zəhmətsiz olmaz. İnsan dünyada 5 manat pul qazanmaq istəyirsə, hərdən axşamacan görsən zəhmət çəkir. Amma mümkün deyil insan Allaha yaxınlaşmaq istəyə, zəhmət çəkməyə. Ciddi zəhmət istəyir birincisi. İkincisi, Allahdan kömək istəməklə. Hər gün ged Allahın qapısına deyən, ilahi, mən nəfsimlə təkbətək qalsam, məğlub olacam, sən kömək elə mənə. Bunu mən neçə dəfə demişəm, Peyğəmbər səcdəyə gedir, ağlaya-ağlaya deyir, ilahi, məni bir göz qırpımı öz başıma qoyma. Bir an nəzərrü çəkmə. Göz yaşı tökəsən Allahın huzurunda, Allahdan kömək istəyəsən. Allahın qapısına gedəsən, ondan yardım istəyəsən və axırıncısı budur ki, Allahın qabağında xuzu halında olasan, yəni kiçildəsən. Bu baş hədislərdə var. Ümumiyyətlə, dünya ilə axirət haqqında danışıblar. Deyirlər ki, bu baş dünyada Allahın qabağında əyilirsə, qiyamətdə başı uca olacaq. Bu baş dünyada Allahın qabağında dikbaşlıq eləyirsə, qiyamətdə başı aşağı düşəcək, əyiləcək. Deyirlər, kim bu dünyada Allah qorxusundan ağlayar, o dünyada əmin-amanlıqda olar, onun gözü ağlamaz. Dünya ilə axirətin belə ziddiyyəti var. Kim bu dünyada günah eləyib sevinər, qiyamətin günündə gözü ağlar olar. Deyir, oturmuşduq, gördük, gülmək səsi gəlir. İçiblər, sərxoşdular, biz də bir alimlə deyir, oturmuşduq, gördük, sərxoşdular, gülə-gülə danışırlar, oynayırlar, avaz səsi gəlir. Biz dedik ki, ağa, bəddua ilə bunlara.
Gör bunlar necə azğınlaşıblar. Deyir, ağa dua elədi, dedi ki, ilahi, bunları dünyada sevindirdiyin kimi qiyamətdə də sevindir. Deyir, biz də deyirsən, günah əhlinə belə dua elirsən, dedi, bəli. Onlar qəflətdədirlər, bilmirlər. Mən istədim ki, Allah onları hidayət eləsin. Haqqa dönsünlər, haqqa yönəlsinlər, qiyamət günü şad olsunlar. Dünyada baş aşağı düşürsə Allahın huzurunda, qiyamətdə başı uca olar. Hədisdə var, bu ayənin təfsirindədir bu hədis. Kim Allahın məqamından çəkinsə, günah eləməsə, Allah 2 cənnət verər. Təfsirdə var ki, mömin cənnətə daxil olar, bir bağ göstərərlər, bir məskən, bir məqam göstərərlər. Bu məqamı görər, deyər, ilahi, çox gözəl bir yerdir. Buradan heç mən görməmişəm belə bir şey, heç ağlımdan keçməyib. Bu nə gözəl bir yerdir. Bu kimindir? Allah buyurar ki, bunu sənin üçün düzəltmişəm, hazırlamışam mənim bəndəm. Deyir, onu eşidəndə hədis belə buyurur. Buyurur, bu bəndə o qədər sevinər, o qədər şad olar. Əgər cənnətdə ölüm olsaydı, sevincindən ölərdi. O qədər sevinər, o neməti görəndə. Və buyurur, əgər onun sevincini cəhənnəm əhli arasında bölsəydin, cəhənnəm əhlinin hamısı əzabdan qutarardı. O qədər şad olardılar. O neməti görəndən sonra. Ondan sonra elə bilir də qutardı. Allah buyurur, bu yana da bax, baxır, görür bir dənə də məskən var, onun üçün hazırlanıb. Deyir, ilahi, bu da mənimdir, deyir, bəli. Bunu da eşidəndə hədis buyurur ki, insan ixtiyarsız gedir səcdəyə, alnını yerə qoymağa. Allah deyir, mənim bəndəm, neynirsən? Deyir, mən sənə istəyirəm şükür səcdəsi eləyəm. Allah buyurur, başını qaldır səcdədə. Səcdə qaldı dünyada. O dünyadakı səcdələrin əvəzində burada namaz, oruc, təzədən gələsən cənnətdə başlayarlar ki, Ramazan ayıdır, oruç tutun, filan saatda namaz qılın, qutardı. Dünyada ki, başı aşağı salmısan, indi də başın heç vaxt əyilməyəcək. Dünyada ki, səcdə eləmisən, alnını yerə vurmusan, da bundan sonra səndən səcdə tələb olunmur. Sənin alnın heç zaman yerə dəyməyəcək. Həmişə başı uca gəzəcəksən. Həmişə başı uca olacaqsan. Bunların hamısını deyəndən sonra, bundan sonra buyurur ki, kim nəfsinə qələbə çalsa, o böyük bir qurtuluşa, böyük bir uğura çatır, böyük bir səadətə çatır. Allah bizi o uğura, o səadətə çatanlardan qərar versin inşallah.